bu ekspozisiya zalında böyüyen, boya başa çatar. Şagirdli, məktəbli illərini bu ekspozisiyalarda keçirdən şəhidimiz Fuadın yaradıcılığı. Bu uşaq qeyri-adi bir uşaq idi. Qeyri-adiliyi ondaydı ki, bilirsiniz, o nəsə özündən həmişə maraqlı bir ideya irəli sürür. Torpağı gəlib əkib becərəsin, gəlib qoruyasın. Qoruya bilmirsə, əkib becərməyə dəyməz. Fuad daşlar üzərində böyük bir kayba yapır. O öz yaratıcılığını bizim bu sərgini Saqibət xanım təklif edən belə bir dedim, lap yox ki, gəl eləyək. Onsuz da biz bunu belə deyək, şəhərimizdə yəni sənət sevərlərə təqdim etməliyik. İndi sərgiyə baxacaqsınız. Müxtəlif işlər var orada. Bəzi halda heç biraz anlaşılmayan işlər var. Amma bu onun yaradıcılığıdır. Böyük potensiala, böyük ideyaya malik bir insan idi. Nə lazımsa elədik. Yəni, lazım səviyyədə onu indi sizə təqdim edirik. Əlavə nəsə etməyə ehtiyac yoxdur. Əgər kimsə ürək sözlərini demək istəyirsə, buyura bilər. Səhmən, buyurun. Teşekkür edirəm. Mən şəhər rəhbəri adına bütün sərgi iştirakçılarını salamlayıram. Çox gözəl bir tədbir təşkil oldu. Həqiqətən də istər 1-ci Qarabağ müharibəsi, istər 2-ci Qarabağ müharibəsi devrində şəhidlərimiz göstərdikləri qəhrəmanlıqlar daim bizim yaddaşımızda qalacaqdır. Və bu, onların hər bir qəhrəmanlığı bizim üçün böyük bir azadlıq simvolu kimi yadımızda qalacaq. Çünki niyə? Çünki biz torpaqlarımızı işğal altında olandan sonra artıq bir ümidsizliyə qapılmışdıq. Millətimiz, xalqımız bir ümidsizlikdə idi. Dövlətimizin rəhbərinin səfərbərlik nəticəsində, səfərbərlik ordumuzu birləşdirmək, bir vahid yumruq ətrafında birləşməsi nəticəsində 44 günlük müharibədə torpaqlarımız işğaldan azad oldu. Sonraki antiterror əməliyyatlarında bütün ərazidə Azərbaycan Respublikası ərazisində suverenliyimiz bərpa olundu. Bütün bunlar hamısı üçün şəhidlərimizə borcluyuq. Onların əməlləridir ki, bugün biz qürurlu gəzirik, başuca gəzirik. Bütün dünya devlətləri bizə hörmət edir. Təsadüfi deyil ki, bir dəfə prezidentimiz öz çıxışında göstərmişdir ki, bugün biz Azərbaycan olaraq öz respublikamızın ərazisini, yəni işğal altında olan torpaqlarımızı öz gücümüz hesabına bərpa edirik. Yəni, heç bir dünya devlətləri bizə bu barədə kömək eləmir. Əməllər kimi gənclərimizə təbliğ olunmalıdır. Onun təsəvvür edin, müharibəyə gedənə qədər çəkdiyi əsərlər, göstərdiyi xidmətlər bugün burada bizim gözümüzün qarşısında olacaqdır. Və buna görə də mən bu tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm və sizləri, bütün tədbir iştirakçılarını bu tədbirdən bir nəticə çıxartmağa və gələcək nəslin tərbiyəsində bu gənclərin apardığı, deməli, o qəhrəmanlıq simvollarından gənclərimiz üçün örnək kimi göstərməyi arzulayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Çox sağ olun, Sahib müəllim. Mən istərdim ki, bu sərginin açılışında Fuadın təhsil aldığı Mingəçevir Turizm Kollecinin rəhbərliyi də öz sözünü desin. Buyurun Kəmal. Hoş gördük. Hər bizi sağlayırıq, hörmətli qonaqlar. Bugünkü gündə bu tədbirdə iştirak edən bir təhsil müəssisəsi kimi, bizim kollektivimiz kimi bir fəxrdir. Çünki
Fuad xan Kişiyev özü də bizim fəxr olması şəhidlərimizdən biridir. Ömürlük bizdə onun xatirəsi, əbədi xatirələri var. Çox təəssüf ki, mən o tələbəmizi vaxtında tanınmamışam, çünki mən olanda artıq o müəssisədə yox idi, məzun olmuşdu. Amma onun haqqında mənim kollektivim həmişə yaxşı şeylər danışırdı. Səmimiliyindən danışıqlar mənə, yumuşaq ürəkliyindən danışıqlar mənə, cəsarətindən danışıqlar mənə, nur üzvlüyündən danışıqlar həmişə mənə və o artıq məndə bir tabu cızılıbdır. Yəni, Fuad xan Kişiyev necə bir insandır. Mən Saqibət anaya baxanda elə bilirəm ki, Fuad həqiqətən də elə bir adam oldu ki, Saqibət ana həmişə mən ona baxanda bir mətanətli bir insan kimi, mətanətli bir simvol kimi görürəm onu. Çünki bütün bu hadisələrin içərisində özünü çox dayanıqlı, çox mətanətli apardı və onun mülki duruşundan bu görülür. Və biz o vaxtı kollektivlə də onun ev muzeyinə gedəndə, gəzəndə, mən orada da danışırdıq ki, mütləq şəkildə bunu şəhər ictimaiyyətinə göstərmək lazımdır. Çünki tələbəmizin həqiqətən çox gözəl əsərləri var, çox maraqlı əsərləri var. Onu düşündüyü, təxəyyülü yarada bilibdir. Mənim demiş daşlar üzərində. Və düşünürəm ki, artıq onun burada olan əsərləri bu şəhərimizin, ictimaiyyətin artıq mirasıdır. Biz onu qorumalıyıq, biz onu yeni nəsillərə ötürməliyik. Bu bizim borcumuzdur. Və düşünürəm ki, Fuad xan Kişiyevin adına olan bu sərginin davamı da gəlməlidir. Artıq başqa yerlərdə təşkil olunmalıdır. Təhsil müəssisələrdə təşkil olunmalıdır. Məmnuniyyətlə iştirak edərək, böyütmək lazımdır yəni. Və orada digər şəhidlərimizin varsa, onların da əsərləri gətirilməlidir. Və o mirası biz hamılıqla birlikdə qorumalıyıq, hamıya yaymalıyıq, göstərməliyik. Mən bir daha bütün şəhidlərə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram. Mətanət mənə də təşəkkür edirəm ki, bax, belə bir şeyə təşəbbüskar olubdur. Mətanətlə bu işləri davam etdirir. Çox sağ olun. Çox sağ olun, Cavan. Söz verilir Mingəçevir Azad Həmkarlar Komitəsinin sədri Leyla xanıma. Leyla xanım uzun müddətdir mədəniyyət sahəsində işləyir və o uşaqla da təması olur. Yəni, görüb o uşağı, xarakteri, müəyyən edən çalışdırılır. Bizim yanımızda böyüdü. Buyurun, Leyla xanım. Çox sağ olun. Təşəkkür edirəm. Söz çox, onun haqqında, şəhidimizin haqqında, qadımızın haqqında çox sözlər deyildiler. Tutarmaz. Həqiqətən insanın daxilində nələr var imiş. Bunu da sağ ol, təşəkkür edirəm ki, Saqibət xanım hamısını üzə çıxardı. Bugünkü gündə sərgisini köməklik edirdi Bökçü müəllim və öz komandası ilə birlikdə bu sərgini yaradıb. Çox sağ olun, təşəkkür edirəm sizə. Çox sağ olun, Leyla xanım. Tam danışıldı onun haqqında belə. Həqiqətən sizin üçün hər şey layiq bir insansınız ki, belə bir övlad yetişdirmişsiniz. Yəni, o şəhidlərimizin bugünkü günündə respublikada yox, bütün dünya üzrə Azərbaycan kimi tanınır. Çox sağ olun. Var olun. Ben de Karasiyar İcadların her zaman şehit analarına Bir dakika tam götürmeyin. ben de öz erişimden gelmişim Saqibət. Çox sağ olun ki, əziyyət çəkib gəlmişsiniz. Bu bizim Mingəçevir ictimaiyyətinin, Mingəçevir gənclərinin, Mingəçevir əhalisinin deyək, Mingəçevirlərin mənəvi borcudur. Yəni, hər bir şəhid bizim üçün əzizdir. Hər bir şəhid, yəni biz yaşlıların evladıdır. Qazilərimizə can sağlığı, uzun ömür. Çox sağ olun ki, gəlmişsiniz bu tədbirə. Allah sizdən razı olsun. Hər birinizdə təşəkkür edirəm. Fuad həqiqi də bütün şəhidlər mənim üçün əzizdir. Amma hər dəfə dayısigilə gedəndə o Bozqurdu elə bil farda işləyib də. Ona baxanda o əl işləri yadıma düşür. Çox sağ olun, minnətdarım sizə. Çox sağ olun. Əsas da mənim şəhid bacılarım, şəhid analarımın
Bax, bacılarım sayılırsınız. Allah sizləri var eləsin. Hamınıza təşəkkür edirəm. Bəli, çox sağ olun. Mənim dəvətimi qəbul edib gəldiniz. Sağ olun, var olun. Mən çətindir danışmaq. İndi baxacağımız işlər bəziləri özünün çəkdiyi rəsmlərdə evdən qalan, yəni onu biz şəhid olandan sonra onları biz tapmışam, hamısını əzizliklə ramkaya salıb saxlamışam. Bəziləri də hansı ki fotolar olacaq, rəhli fotolar, onlar kimlərinsə evidir, kimlərinsə obyektidir, hansısa bir məhləsidir, yəni orada işlənilən onların fotosunu götürmüşük biz. Yəni mən istəmişəm ki, Fuadımı bu cürdə tanısınlar. Bütün şəhidlərimiz bir əsərdir. Vallahi, hansı şəhidi danışdırsam, onun haqqında böyük bir kitab yaza bilərsən. Bütün şəhidlərimiz bir əsərdir. Yəni, inşallah mən bu açılışı elədim. Bu öz rəsmidir. Yəni, içi qalır. Yəni, özündən çəkilən hamısınız var, hamısını özlərmişlər. Bax, burada dediyim o fotolar, rəhli fotolar. Bax, bunlar Ağdaşda Ləki restoranı var. İşlədiyi əsərləridir. Əsas elə burada Belə çəkildi, biz orada sağ olsun, yəni dəvət edəndik. Müfadı şəkildə oxuna qoyuyoruz, sağ olsun. Biz orada belə öz çəkildik. Sadəcə biz öz təhvəsindən görmüşlər. Bəziləri ola bildik, yaş ola bilməz. Əldən ələ keçib da, yəni özün telefonla ələ gəlmədi. Bu işlər monumental rəngkarlıqdır, yəni yerində yenə gelib. Bax, gözün nəzərə yaradılır, təbii, balıqları, nə bilir. Nəsə, özünün şu büyük fantaziyası var. Bax, ağacı gör, nə gözəl işləyir. Bax, divardakı mənzərəyə baxın, hamısı qabarır, bilgisayar orada dayanır, arabayla uçurur. Burada da bax, hamısı. Bax, bunlar bu mənzərələr, eyni adamın ömrüdürlər. Bu da hər bir bəli, mən o uşağı idmançı istəyirdim, cidoyuz. Amma uşağın içində böyük bir əsər var. Mən onu sonra da şəhid olandan sonra elde edirəm. İtirdiklərindən sonra axtarırsan. Yəni onu mən həmişə yəqin olma, mənimlə təqdir elə, sənin bir oğlun var, mənim bir oğlum var. Deyirəm, ayıq olsa, sən mənim təqdirimdə, sən mənim həyatım, hər şeyi deyirəm. Ben hem çekiyorum, bak gönle zorla çekiyorum. Bak bu çanaların işlemekten ötürü. Gönle görmek, bu işini ortaya getirmek ötürü. Her eziyetlerden geçiyorum. Bak bu da tabii. Bak bu mis görür ama misal benzer. Onu hiç papilotlarla, bu tipsden zaten böyle ortaya çıkardı. Onu misal ve bunu da misal benzerdi. Bakın bir adı hazır var. Yani bunlar bəli, bərber işlədiyi yerdə. Bunları biz videodan götürürüz. Şəkillər yox, videodan götürürüz. Göz effekti yox, amma işlədiyini görürüz. Mən istəyirəm ki, YouTube kanallaşmışam. Amma istəyirəm ki, tamam tanısınlar. Bir ay bu sərgini qoyum eləyəcək. Yəni bir ay. Nə vaxt istəyirsiniz, nə vaxt istəyirsiniz gələ bilərsiniz. Saxlayırsan. Buradan üzümü görünə qədər işləyir. Bunu dene gidip hapsını, onu dene gidip hapsını. Özü de imzasıdır. Şekiller işin altına imza koyuldu. Bu da hemen taşları hamsını bilmiyor. Bak özü divardaki taşlar. Hatta dönüyor. Özellikle taştan ayda Sen dediğin her sahada kabiliyeti var. Mərmər də öyle, hamısı özeydi. Özeydi hamısı. Doğuşan bənzər, mərmərə bənzər. Mən üzrən bir şey dedim ki, hamı evli bəziysən bizim de, sən ustanın şey olarak tanışır. Orada zəngir tanışır. Havalı, hər sizə O düşməlidir kanun. Mən sizə dedilər ki, bu hamıdan bizə yer ailəsi halalım. O mənə gəldi, ondan sonra nə var?
döyüş yoldaşının anası.